İranın Kəşfiyyat Nazirliyi İttilaat bir müddət öncə ölkənin baş prokurorluğuna göndərdiyi məktubda İranın milli təhlükəsizliyi və maraqlarına qarşı İsrail və digər düşmən ölkələrlə əməkdaşlıq edən və casusluq fəaliyyəti göstərən şəxslərə qarşı ötən il parlamentin qəbul etdiyi casusluğa görə cəzanın şiddətləndirilməsi haqqında qanunun 4-cü maddəsinə uyğun olaraq tədbirlər görülməsini tələb edib. Həmin qanunda İsrail və digər düşmən ölkələrlə ideoloji, media və təbliğat sahəsində əməkdaşlığın, o cümlədən onlara bağlı media qurumlarına ölkənin milli təhlükəsizliyinə xələl gətirən xəbərlərin, video və fotomaterialların göndərilməsinin 3-cü və 5-ci dərəcəli həbs, müvafiq olaraq 2, 5 və 10-15 il həbs, eləcə də dövlət işlərində çalışmaq qadağası ilə cəzalandırılması nəzərdə tutulur. Kəşfiyyat Nazirliyi sözgedən məktuba düşmən mediası kimi qiymətləndirdiyi televiziya kanallarının, saytların və sosial media hesablarının 3 hissədən və 415 addan ibarət geniş siyahısını da əlavə edib. Nazirlik bu siyahının vaxtaşırı yenilənəcəyini də bildirib. Siyahının dırnaqarası düşmən telekanalları ehtiva edən 44 addan ibarət birinci hissəsində İran International, BBC Farsça, Fərda Radiosu və Amerikanın Səsi kimi kanallarla yanaşı, İrandakı qeyri-fars xalqların problemlərini işıqlandıran kanallar, o cümlədən Güney Azərbaycan televiziyası yer alıb. Siyahıda 19-cu yerdə isə Azərbaycan Dövlət Televiziyası, ASTV qeyd olunub. ASTV-nin bu siyahıya daxil edilməsi heç bir sağlam məntiqə və normal qonşuluq münasibətlərinə sığmayan absurd bir addımdır. ASTV-nin adının, məsələn, bütün günü İran hakimiyyətinə qarşı təbliğat aparan müxalif İran International kimi kanallarla bir sıraya qoyulması, İran Kəşfiyyat Nazirliyinin qeyd olunan siyahını tərtib edərkən hansı meyarlardan çıxış etdiyini və son nəticədə siyahı müəlliflərinin peşəkarlığını sual altına alır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bununla bağlı yaydığı bəyanatda deyilir. Stat: İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan ASTV-nin dırnaqarası düşmən media qurumları siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur. Statın sonu. Həqiqətən də təəccüblüdür. Axı ASTV İran hakimiyyətinə qarşı təbliğat aparmır. Halbuki Medianın İnkişafı Agentliyinin həmin bəyanatında adları çəkilən Səhər telekanalı və Mehr İnformasiya Agentliyinin, eləcə də İranda fəaliyyət göstərən bir sıra digər media resurslarının Azərbaycan Respublikası əleyhinə çirkin təbliğat apardığı, zaman-zaman uydurma ittihamlar səsləndirdiyi danılmaz faktdır. Yəni vəziyyət əksinədir. Düşmənçilik təbliğatının axını İrandan Azərbaycana yönəlib və İran Kəşfiyyat Nazirliyinin bunu bilməməsi və görməməsi mümkün deyil. Bu məqam ASTV-nin açıqlamasında da tamamilə haqlı və əsaslı olaraq vurğulanaraq deyilib. Stat: İran mediası 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycana qarşı dezinformasiya kampaniyası və informasiya hücumları həyata keçirib. Bunun əksinə olaraq Azərbaycan mediası İranla bağlı hadisələri yalnız jurnalistika standartlarına uyğun şəkildə işıqlandırır və yalan məlumatlar yaymır. Statın sonu. Amma İran Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziyasını düşmən gözündə görməsi nə qədər əsassız və məntiqsiz olsa da səbəbsiz də deyil. Birinci səbəb ASTV-nin Azərbaycan-İran münasibətlərinin gərgin olduğu dövrdə hazırladığı verilişlər, o cümlədən İran tərəfindən səslənən iddialara verdiyi tutarlı cavablardır. Belə ki, ASTV-nin və Azərbaycanın digər media qurumlarının bu prinsipial fəaliyyəti 2-ci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı başlatdığı informasiya savaşını təsirsiz hala gətirib. Eyni zamanda bu fəaliyyət İranda anti-Azərbaycan təbliğatının arxasında dayanan təhlükəsizlik orqanları üçün gözlənilməz olub. Amma onlar unudublar ki, köhnə çağlardan fərqli olaraq artıq qalib ölkə olan və bütün maneələrə rəğmən öz ərazi bütövlüyünü təmin etməyə bacaran Azərbaycanın İrandan səslənən iddialara qarşı deməyə sözü, verməyə cavabı var. O cümlədən də rəsmi media səviyyəsində. Bu prosesin önündə gedən Azərbaycan Dövlət Televiziyası həmin səbəbdən İrandakı anti-Azərbaycan dairələrin dırnaqarası qara siyahısına salınıb. Azərbaycan-İran münasibətlərindəki gərginlik dövründə, elə sonraki mərhələdə də ASTV-nin ayrı-ayrı verilişlərindən parçaların sosial şəbəkələrin İran segmentində həmin dairələri təmsil edən şəxslər tərəfindən geniş şəkildə paylaşılması və bu əsasda Azərbaycanın güya İrana qarşı təbliğat apardığının iddia olunması da bunu sübut edir. İran Kəşfiyyat Nazirliyinin ASTV-ni hədəfə almasının ikinci səbəbi kanalın yayımında İrandakı şovinist dairələrin xoşuna gəlməyən milli ideya və məzmun, Azərbaycanın etnomədəni bütövlüyünü əks etdirən proqramların geniş yer tutmasıdır. Bu proqramlar Arazın otayında böyük əks-səda doğurur.
Hətta bəzi təxminlərə əsasən ASTV-nin Güney Azərbaycandakı auditoriyası Azərbaycan Respublikasında olduğundan daha genişdir. Bu da hər şeyə təhlükəsizlik prizmasından baxan İran rejimində narahatlıq doğurur və ASTV-yə qarşı bu addım da həmin narahatlığın ifadəsidir. Bu kontekstdə ASTV-nin düşmən media elan edilməsinin üçüncü səbəbini də qeyd etmək olar. Kəşfiyyat Nazirliyi bu addımı ilə İranda yaşayan Azərbaycanlılara da mesaj vermək istəyib. Bir növ onları qorxutmağa çalışıb. İranda bu ilin yanvar ayında baş verən kütləvi etirazlar və ardınca başlayan müharibə gedişində rejimin əsas hədəflərindən biri ölkə əhalisini informasiya blokadasında saxlamaq, xarici aləmlə hər hansı əlaqənin qarşısını kəsmək olub. Ölkədə uzun müddət internetin söndürülməsi, xaricə məlumat ötürmə ittihamı ilə Kəşfiyyat Nazirliyi tərəfindən bir çox vətəndaşların həbsi ilə bağlı vaxtaşırı xəbərlərin yayılması bu məqsədə xidmət edib. Ölkə əhalisinin əksəriyyətini təşkil edən Azərbaycan türkləri rejimin həmin siyasətinin mərkəzində dayanır və bu səbəbdən onların üst tutduğu media resursundan uzaq salınmasına cəhd edilir. Amma əbəs yerə.